Salam, hər vaxtınız xeyir. Yeni bir səfərə çıxmışıq. Əgər bizi sosial şəbəkələrdən izləyirsə, artıq məlumatınız var ki, biz səfərdəyik. Bu səfərki səfərimiz yenidən İsveçrədir. Biz artıq bu bizim hardasa 4-cü ya 5-ci İsveçrə təcrübəmizdir. Və həmişəki kimi orada böyük bir sərgi var və biz o sərgidə dəvətliyik, orada iştirak edəcəyik. Frederik Konstantın əlbəttə ki, qonağıyıq. İstəyirik ki, bu səfər daha detallısını da videolar çəkək, sizinlə paylaşaq. Çünki məsələn bundan qabaq bizim səfərlərimizdə biz YouTube-a bu dərəcə geniş daxil olmamışdıq. Daha çox Instagram üzərindən və ya Reels üzərindən qısa-qısa bölüb sizə videolar təqdim edirdik. Əlbəttə ki, sizdən də geri dönüşlər olurdu ki, bu bizi çox sevindirirdi, bizi motivasiya edirdi ki, biz buna davam eləyək. Bundan əlavə olaraq Instagram bizi biraz qısıtlayırdı həmişə kimi, amma indi elə bir qısıtlamamız yoxdur. Ona görə də dolu-dolu bütün səfərin necə detallarından tutmuş mürəkkəbliyinə kimi sizdən çəkib bölüşmək istəyirik. Hal-hazırda da Ajet hava yolları ilə uçuruq. Gəldik, amma biznes class kimi uçuruq. İndi bura kadrlara əlavə edəcəm necə uçuruq biz. Sabiha Göçmə Hava Limanından Cenevrəyə uçuruq. Bir dənə bir şey də fikrinizi çəkmək istəyirəm. Sərginin ətrafında olan otellər dəhşət qiymətlərə idi, dəhşət baha idi. Ona görə bu səfər otelimizi biraz kənarda tutmuşuq. Çünki hardasa bir həftə falan olacaq biz İsveçrədə. Amma məsəl üçün Frederik Konstant sağ olsunlar bizə qəşəng bir dənə otel təşkil edib. İndi o otelin videolarını da qabağımızdakı saniyələrdə sizinlə bölüşəcəm. Çox spoiler vermək istəmirəm. Çünki burada bəzi markalar da var ki, hansı ki biz onlarla görüşəcəyik. Amma bu əlbəttə ki confidential fayl olduğuna görə sizinlə bölüşə bilmirik bunu. Amma səhifələrimizi YouTube-dan və sosial şəbəkələrdən izləsəz, əlbəttə ki, bütün məlumatlardan ilk öncə sizin xəbəriniz ola bilər. Çözməyinizi yerinizdən qalxmayınız və başüstü dolablarını Bu kadrlara baxanda biraz dejavu yaşaya bilərsiniz. Çünki keçən ilki bizim videolarda da eyni formada bu kadrları görmüşdünüz. İsveçrə hava limanına düşən kimi elə hər yerdə sərginin reklam lövhələrini görürsünüz. Elə bunlardan da hiss olunur ki, bu ölkədə, bu şəhərdə saat necə bir mədəniyyətdir. Pasport yoxlanışlarında olan uzun növbələr üçün isə belə bir həll yolu tapdılar. Şəkillərdən gördüyünüz kimi biz artıq Cenevrə aeroportuna düşdük. İndi isə gedirik birinci maşını götürməyə, sonra isə gedirik otelə yerləşməyə. Əlbəttə ki, hansı otelə indi görəsiz. Birinci növbədə amma əlbəttə ki, nə lazımdır? Bagajları tapıb götürmək. Bagajlarımızı götürdük, indi isə gəlmişik maşınımızı götürməyə. Sixdan, amma sadəcə belə bir dənə məsələ var ki, bizə əslində sərf eləyir ki, bu gün yox, zaten eyni ünvana gəlir, çünki sərgi aeroporta daha yaxındır. Bizə məntiqli gələn odur ki, buradan qatardan gedək otelə, yerləşək, sabah gələndə sərgiyə, sərgidən çıxışında maşını götürək, çünki indi buradan get, parkovka azad. Siz Azərbaycanda parkovka problemi deyirsinizsə, yəni buralarda daha 20 evro saatı. 25 evro, saatı 25 evro. Biz Azərbaycanda 70 qəpik deyə biz şey deyirik. Buna deyinirik də. 25 evro saatı. Ona görə fikirləşir ki, əgər alınsa, indi yox, sabah götürəcək. Amma yox, dirəksələr ki, yoxdur. Zakaz vermişsə, gəlin götürün. Olacağı sarı. Oteldə 50 evro. Yəni ki, burada qalsa yaxşıdır. Biz qatarla keçsək yaxşıdır, belə başa düşün. Ha, bax, indi yerinə oturdu elə. Biz niyə maşını götürürdük? Normalda Cenevrənin mərkəzində qalsaydı, qatarla gedib gələcəyik. Amma biz bir gün mərkəzdə qalacaq. Sabahdan gələcəyik, Sabahdan gələcəyik Fransa tərəfdə qalmağa, onda bizə maşın lazım olacaq. Ona görə əgər razılaşsalar bizdən ki, bu gün yox, sabah götürək maşını, ha, okey. Amma yox, hər şey yoxda danışmışsınızsa, bir də götürməlisiniz, onu zibli çıxdı. Görək, icazə verəcəklər biz istədiyimiz kimi eləməyə. Murad, alındı, bir nə verirəm? Alındı. Qatar biletlərimizi alıb, gedirik otelimizə. Artıq qatardayıq, 12 frank ödəməklə 4 dənə bilet aldıq. Əgər bu biletləri almasaydıq və burada bir yoxlanışa ilişsəydik, adama 50 frank cərimə olacaq. İndi isə otelə yerləşib, biraz istirahət eləyib, biraz yemək falan və sabah hazırlaşacaq. Salam, ikinci gündən. Bugün artıq sərgi demək olar ki, başlayıb. Düz biz biraz gecikirik. O da normal olaraq. Aslında çox da gecikmirik. Hardasa var sərgiyə bir 2 saat sərgi yox görürsən. Sərgi daha tez açılıb. İndi otellərimizdən çıxdıq.
Gedirik vağzala, vağzaldan gedəcəyik aeroporta. Sərgidə zaten aeroportun yanında olduğuna görə orada maşını götürüb keçəcəyik sərgiyə. Dünən də elə çıxdıq, gəldik, yorğunçuluq idi. Biraz burada qəşəng bir dənə İtalyan restoranı var. Onu da adını qeyd edərəm, konu vurub gələrsiniz. Əgər burada belə nə deyim, halal yemək axtarırsınızsa orada abad edə bilərsiniz. Gəldik, yerləşdik otelə, sağ olsunlar. Otel süper idi. Onun da adını, linkini falan əlavə edəcəm. Sağ olsunlar. Federal Konsult bizi qonaq elədi. Əslində burada zaten qiymətlər riski yüksəkdir. Otellər zaten risk qiymətləri yüksəkdir. Ümumiyyətlə, sizə yaşar səviyyəsi yüksək olan şeydir. Amma sərgilər vaxtı bütün dünyadan bura saatçılar gəlir. O saatçılar gəldiyində də əlbəttə ki, qiymətlər daha yüksəlir. Ona görə məsələn biz burada ümumiyyətlə otel tapa bilmədik. Nəinki münasib qiymət. Ona görə otelimiz, özümüzün tutduğumuz otel biraz Fransa kantonundadır. Fransaya daha yaxın yerləşir. İndi gələcəyik. Buradan biraz təngərəfsi olmuşam, üzrü sayın. Çünki endişi yoxuşu var. Armenian Culture. Hadi burada birinci değil gördüğüm ilk de çok hürmetler. Sağ olsun orada. Yani bizim narzadı hem de maçınlarda bizim açılıklardan istifadə edib özlərinə belə tutkular atırlar. Buranı xatırlayırsınız, biz keçən il gələndə burada velosipedlərin qiymətlərinə baxmışdıq, nəzər yetirmişdik, hətta sizlərlə. 2699 frank. Belə 2699 deyəndə normal gələ bilir, amma o frank, yəni 12 evrun bizim valyuta ilə. Gördüyünüz kimi şəhər yenə mükəmməl təmizlikdədir. Gördüyünüz kimi avtobusun belə gəldiğinde arxasında belə Watch and Wonders'ın plakatları var. Bura elə bizim üçün belə deyərdim, Azərbaycan üçün neft və neft sənayesindədirsə, bizə məsələn əsas fokuslanırıq neft sənayesində də belə deyərdi. Elə bir hər ölkənin ümumiyyətlə iqtisadiyyatının təməl bir necə deyərdim, təməli olur da. Təməl bir biznesi olur mu sən, buna təməl bir fabrika olur desən. İsveçrədə bu saatdır. Məsələn, baxsınız orada Swiss Military, Mate Tissot falan burada biraz sözüm ağzımda qaldı, araya kamaz girdi. Burada bunlar daha çox belə necə deyərdim, ayrıca butikdə yox. Bu tip saatlarda, yəni məsələn bizdə necədir? Bunlar burada ümumiyyətlə çox belə red deyərdim. Orijinal olmayan saatlar satış olur, amma burada məsələn bəzi segment saatlar var ki, məsələn bayaq göstərdiyim segment saatlar kimi bunlar şey kimi satılır. Bizdə bazarda falan necə satılır da bizdə məsələn də 20 yanvarda falan, ya harca köşkdə falan da. Ayrıca sırf saat butiki deyildi yəni. Aksesuar satılan yerdir və orada da satılır həmin markalar. Kiçik markalar da öyle deyil, kiçik turist markaları. Yavaş-yavaş uzaqlaşırıq şeydən, Cenevdən mərkəzindən. Burada məsələn baxa bilərsiniz saatlara. Hər segmentdən demək olar ki, saatlar var. Burada qəşəng Citizenlər var idi. Çox qəşəng modeldir. Citizen, Seiko, Astro modeli. Belədir. Hər addım başı, yəni dediyimiz kimi də biz həmişə bura saat dünyasının paytaxtı deyirik. Nəyə görə deyirik? Bax elə buna görə. Hətta dünən burada bir dənə mağaza var idi. Düzdür, ikinci əl saatlar satırdılar, amma çox qəşəng şeylər var idi. Çox qəşəng lüks segmentdən, amma vintage variantlardır, yəni nisbətən daha münasib qiymətlərə. Məsələn, vintage Rolex, Omega falan var idi. Onlara da baxa bilərsiniz. Amma mən bildiyim qədərilə də ola bilər ki, səhv məlumatdır. Səhv məlumatsa düzəldərsiniz. Vintage saat almaq üçün ən ideal ölkə amma Yaponiyadır. Çünki orada vintage saatdan qiymət daha münasibdir bildiyim qədərilə. Yəni deyirəm. Yəni məndə belə bir məlumat var. İsveçrənin belə deyərdim, əsas mərkəz vağzalı. Orada da buradan görsənir. Bayraqlarda hamısı Watch and Wonders reklamlarıdır. Bu da bizimkilər. Qatarımız gəldi. İndi yol düşürük aeroporta.
Biz artıq qatardayıq. Düzdür, hal-hazırda səhv yerdə dayanmışıq. Burada gördüyünüz kimi elə velosipedləri saxlamaq üçün yerdir, amma indi velosipedlər yoxdur deyə bu dəqiqə və bizə bir şey deyən yox. Burada səhv eləmişik. Ya velosipeddir, orada velosipeddir. Mən birinci il başlamışım bura bagajlar üçün. Amma velosipedlər üçün. Yəni hal-hazırda velosiped yoxdur deyə bizə ilişən yoxdur. Amma velosipeddən bir adım bura girsə, normal olaraq bizdən tələb edə bilər ki, çəkilin. Nə velosipedlərim var. Bagaj yerləri isə bura. Biz keçən il gələndə belə eləməmişdik. Bu ilama yəni layihə tapdıq ki, buradan bir stansiya gedən var. Məsələn, Mərkəz Vağzaldan, Avtovağzaldan birbaşa aeroporta gedən bir stansiyalı. Yəni bir dəfə dayanır, belə ekspres kimi düşünün. Artıq gəldik düşdük aeroportun stansiyasına, qatar stansiyasına belə deyərdim. Gəl, yaxın yerə şey eləmə. İndi isə gedirik maşını götürməyə. Maşını götürəndən sonra isə əlbəttə ki, hara gedirik? Atıq kutkalarımızı, valizlərimizi və gedirik sərgiyə. Burada isə deməyə heç bir sözümüz yox idi. Sadəcə görüntü qəşəng idi deyə belə bir bagajlarla poz vermək istədim. Videonun əvvəlindən dejavu yaşaya bilərsiniz bu səhnədə. Yenidən buradayıq. Gəlmişik maşını bu səfər götürməyə. Maşını götürməyə əlbəttə ki, piyada getmirik. Şatlla gedirik. Yəni təsəvvüründə buranın parkovkasına boydadırsa, içəridə avtobusla hərəkət edirik. Gördüyünüz kimi belə böyük qarajlar var. Biz 6 olan haqqıdan götürmüşdük. Və düzməli sağ. Gelirik maşınımıza, rent-a-carımız belə deyək. BYD Sell. İşte, qəşəng. Bizim istədiyimiz maşın olmadı. Amma bu da məncə əladır. Üst dövrdən sonra gəlib parkovkanı tapmışıq. Amma ki, parkovkada boş yer gözləyir. Bir də ya biz Bakıda maşının tərsinə saxlayırıq, ya da bunlar tərsinə saxlayır. Biz normalda qabağı bu tərəfə saxlayırıq ki, rahat çıxmaq üçün. Axır ki, qabağımızdakı bir də Azərbaycan variantı ilə marqat eləyək. Tərpədəndən sonra özümüzə yol tapmışıq. Tamam, yalan olmasın, hardasa bir yarım saat rahat, yarım saat 40 dəqiqədir biz. Maşın saxlanan yer tapa bilmirik. Oradan polislər bizi yönləndirdilər 26-cı P26 parkovkasına. Oradan həm P49 aldılar bura. Nə qədər axtardıq, tapa bilmədik. Ən sonunda Azərbaycan variantı özümüz baxdıq. Harada boş yer varsa getdik elə. Orada maşını saxladıq. İndi kadrlar bəlkə sizə tanışdıracaq, bir dənə çevirim. Keçən ildən yəqin ki xatırlayırsınız, keçən dəfə bu videoya baxanlar. Keçən dəfə də eyni zaldaydı, eyni yerdəydi. İndi yenidən buradayıq və gedirik sərgiyə. Burada bizimkilər də qabaqda gedir. Burada iştirak edən markaların bayraqları qarşılayır bizi. Halk tədbirdə olduğu kimi. İndi yəqin ki yenə gedəcəyik, yoxlanışdan keçəcəyik. Üst-baş yoxlanacaq, sumkalar varsa sumkalar yoxlanılacaq. Ümumiyyətlə çox belə yanaşırlar. Keçən sərgidə formaları çox qəşəng idi. Görək formaları yenidən indi. Artıq yaxınlaşırıq. Elə bayaq formaları deyəndə bu səfərki formalar da çox kreativdir. Məsələn, baxsaq. Hal-hazırda belə labirint kimi otaqlardan keçirik. Çünki hər etapda yoxlanılır sumkalar, üst geyimləri. Yəni keçən il kimidir. Amma bayaq elə dedim, geyimləri, formaları çox kreativ, çox fərqli olur. Belə, Allah. Artıq biz rəsmi olaraq sərgiləyik. Həmişə kimi hər şey çox detallı olaraq fikirləşilib. Hər tərəfdə insanlara aydın olsun deyə sərginin xəritəsi. Çünki burada xəritəsiz insan başını itirə bilər. İndi isə gedək Frederic Constanta. Watch and Wonders sərgisinə gəlməyimizin əsas səbəblərindən biri elə məhz Frederic Constantdır. Bildiyiniz kimi biz Frederic Constantın rəsmi distributoruq Azərbaycanda və istədiyiniz modelləri də gəlib əldə edə bilərsiniz. Burada sizə bəzi yeni modellər göstərəcəm. Hansı ki bu modelləri bundan qabaq olan Türkiyədə biz Frederic Constantla görüşmüşdük. Orada xatırlayırsınızsa mən demişdim ki, bəzi modellər var, mən onları sizə göstərə bilməm, çünki confidentialdır və həmin modellər bazara bu gün girir. Yəni bu gün Watch and Wonders'da həmin modellər təqdim edirlər
Bizdə içəridə görüş olacaq. O görüşün də indi bacardım qədər detallarla sizinlə görüşəcəm. İndi gedək biraz içəri ilə, dizaynla tanış olaq. Gördüyünüz kimi çox incəliklə hazırlanıb. Əsl saat işində olan bir manufaktur şirkət necə olmalıdırsa, o formada da hazırlanıb. Gəl yaxınlaş. Burada məsələn siz onların xronologiyasını görə bilirsiniz. Həm xronologiyasını, həm də horologiyasını görə bilərsiniz. Burada modellərin tarixləri artdıqca və olan yeniliklər, yeni modellər, korpus dizaynları hamısını demək olar bu sərgidə təqdim olunub. Keçən sərgi, bu indi hal-hazırda ikinci mərtəbədə yerləşir Frederic Constant. Keçən il başqa yerdə idi. Düzdür, böyük, daha belə deyək, iri həcmli olan markalar yerlərini dəyişməyiblər, eyni yerlərdədirlər. Amma Frederic Constant və timsalında nisbətən kiçik markalar yerlərini dəyişdiriblər. Burada isə burada bizim dostlarımız var idi, servis menecerlər var idi. Onlarla danışacaqdıq. Bilməm də alınsa onlarla bir danışacaq. Burada isə daha yaxından baxa bilərsiniz. Servis alətləri. Bu alətlər sizə tanış gələ bilər, çünki bizim rəsmi servis nöqtəmizdə də bu alətlərdən istifadə olunur. Burası Small Second kolleksiyası, plastik manşet kolleksiyası. Keçən ilin və bu ilin demək olar ki, qadın kolleksiyalarının içində ən uğurlu olan kolleksiyadır bu manşet kolleksiyası. Çünki həm aksesuar kimi, həm də saat kimi mükəmməldir. Və burada sizə göstərəcək solar modelləri. Çünki Frederic Constant bildiyiniz kimi texnologiyaya açıq bir markadır. Buna görə də yavaş-yavaş solar modelləri istehsal etməyə başlayır. Okay, no problem. Burada görə bilərsiniz bütün modelləri, Classic Index, Classic Premier modelləri, munfazası olan modelləri, Heartbeat modellərini, Open Heart modellərini. Qısaca bir dənə sizə bonus məlumat verim əlavə. Open Heart'ı dünyada ilk dəfə eləyən belə deyək, saat markası Frederic Constant olub. Sadəcə Frederic Constant bu belə deyək, Open Heart dizaynını sənədləşdirməyib ki, bu bizim icadımızdır. Ona görə də hal-hazırda indi hamı Open Heart eləyir. Amma heç bir belə deyək, mənbədə məlumat verilmir ki, bu əslində Frederic Constant'ın icad elədiyi bir şeydir. Çox təəssüf. Yes. Və keçək görüşün rəsmi hissəsinə. Biz orada yeni modellər göstərəcəklər və əlbəttə ki, həmin yeni modellər də sizə təqdim edəcək. So as you may know, the previous World Timer was a huge success. Həm bizim, həm də sizin çoxdan gözlədiyimiz Frederic Constant klassik World Timer manufaktur modeli. Elə onu bu gün də burada təqdim olundu və artıq stoklarımızda olacaq yəqin ki, yaxın günlərdə. Вы мне зенит не купить надо. Yaxınlaşdır da. А вот это новинки, они İndi isə daha bir klassik World Timer manufaktur modelini görürsünüz. Bu isə polad kəmərlidir, Yevrazonok və bir sözlə kəmər keyfiyyəti olsun, həm kəmərin görünüşü, dizayn olsun, bir sözlə mükəmməl. would be additional strap or only one? Only one strap. Burada isə iki rəng seçimi, amma əlbəttə ki, hələ ki bu iki rəng seçimi var. Hamının gözlədiyi deyə bilmərəm, amma mənim çox gözlədiyim bir model var. Frederic Constant GMT modelidir. Same. So it's a hatched pattern and it's very, very strong. Burada üstünde Prado'dan. Buradan dizaynından, tikiliş tərzindən götürüblər. Onlar edildi. Ha, onlar özləri edir. Burada deyir ki, bunu eləyənlər Prada'dır, yəqin tanıyırsanız. Fashion markası olan. That's why we decided to launch a line extension with this combination. Gördüyünüz model çox istərdim ki, bunu əlinizdə toxunub hiss edə bilərsiniz. Limitli model olacaq, bilməm, oradan necə görsənir, görüntü olaraq. Amma realda görüntüsü çox süperdir. Dərisinin hissiyyəti, dərisinin keyfiyyəti
Baxsınız. Və bir şey deməsə, məsələn yazılıb one of 99. One of 999. Yəni 999 ədəd istehsal olunmuş cəmi. Onlardan biri də hal-hazırda əlimizdə tutmuşuq. Avtomatik mexanizm deyil, yalnız əllə quraşdırılmalıdır. Yəni qolumuzda öz-özünü doldurmaya neyəsin. Yalnızca əlinə doldura bilirsiniz. Yəni bu saat sizin həyatınızı dəyişdirə bilər deyərdim. Belə bir saat. Skolda görünüşünüzdən. Bilmirəm, bu görüntüdən elə görsənir yoxsa, amma çox dəyişəkdir. Burada bizim o bir videolarımıza baxmışdıqsa, Türkiyədə olan Grand Hyatt otelində bir tədbir olmuşdu Frederic Constant'ın. Orada bu modelləri bizə təqdim eləmişdilər ki, bu modellər olacaq, bu texnologiya. Çünki artıq Frederic Constant həm də yeniliklərə, texnologiyaya açıq bir markadır. Və ona görə də belə gördüyünüz kimi solar texnologiya ilə olan modellər istehsal edir və bunu da öz manufakturlarında istehsal edir. Yəni mexanizm başqa bir yerdən alırlar, əlbəttə ki, Frederic Constant yaraşmaz. Özləri istehsal edirlər, daxildə solometra var. Həm günəş işığından, həm də belə deyərdim, süni işıqlardan da enerji dolma eləmək olur. Çox sadə dizaynı var. Sadəcə əlavə komplikasiyası, date komplikasiyası var. Düz sfer var. Artıq heç nəyə ehtiyac yox. Burada gördüyünüz kimi fərqli rənglər var. Həm bəylər, həm qadınlar. Burada mən dəli eləməyə çalışırlar bu modelinə. Çünki 3 il var mən bu modelə baxıram gələyim. Burada isə bizi yenə əfsanəvi bir qutu qarşılayır. Yadınızdadırsa keçən ildə biz bunu paylaşmışdıq. Yazmışdıq ki, şəhərin mərkəzində hardasa bir 2 dənə evin qiymətinə olan bir kolleksiya modelidir. Burada təbii daş modeli, bir dənə turbion modeli və bir dənə də Onyx materialından olan var. Bu gördüyünüz elə sırf turbion modelidir. Hansı ki, əslində turbion bir saat alacaqsınızsa, Frederic Constant sizin %100 seçiminiz olmalıdır. Çünki Frederic Constant turbionun keyfiyyətində və qiymətində başqa bir rəqibi yoxdur. Bu modeli isə əsasən Frederic Constant'ın private tədbirlərində gələn qonaqlara göstərilir. Yəni belə hər hansı bir mağazasına gedib birbaşa əlbəttə ki, ala bilmərsiniz. Bizi qarşılayan belə bir dekor var ki, bu dekor əlbəttə ki, belə deyərdim də, özünüz saat kolleksioneri və ya saat içində olan birisi artıq bilirsiniz bu nəyin belə deyərdim maketidir. Bu gördüyünüz saatın incə şuruplarını daha səliqəli açmaq üçün istifadə olunan bir alətdir. Digər alət isə saatın əqrəblərini götürmək üçün. Çünki oradan çox incə olmaq lazımdır. Bildiyiniz kimi saniyə əqrəbi, dəqiqə əqrəbi, saat əqrəbi çox incə materiallardan hazırlanır və zədələnməsin deyə ağız hissəsində tutacaq var ki, o tutacaqla rahatlıqla götürə bilərsiniz. Amma çox belə real kimi bir maket hazırlayıblar. Bizdə Watch and Wonders'ın ən ideal və ən fərqli olan showroomlarından birini daxil olacaq. Bura demək olar ki, adi bir showroom yox, eyni zamanda bir belə deyərdim, adamlar müzey yaradıblar burada. Görsəniz, dizaynını bəs edir. Orada məsələn çox qəşəng detal var, hansı ki, saatın çarxlarını yerləşdiriblər ağacların arasına. İndi isə gedək avariya elədik. İndi isə gedək bəcə oxudaq və daxil olaq içəridən çəkişimizə davam edeyim. İndi bəcələri oxuduqdan sonra isə daxil olacaq içəridəki müzeyə. Və nəhayət hamının yolunu gözlədiyi o an gəlib çatdı. Uzun illər davam edən həsrətdən sonra AP yenidən Watch and Wonder səhnəsindədir. Bildiyiniz kimi AP 2019-cu ildən bəri heç bir böyük beynəlxalq sərgidə iştirak etmirdi. Brend öz strategiyasını dəyişərək ancaq qapalı tədbirlər, sırf belə deyərdim, özünə aid tədbirlərdə iştirak edirdi. Turizmi keçən il sındırdı. Keçən il Dubai Watch Week-də iştirak elədi. Amma əlbəttə ki, orada indi olduğu qədər nəhəng bir stendlə iştirak etmirdi.
Marka haqqında biraz sizə məlumat vermək istəyirəm. Saat dünyasındakı müqəddəs üçlüyün ən cəsur üzvüdür. Hansı ki, bu müqəddəs üçlüyə aiddir AP, Rolex və əlbəttə ki, Patek Philippe. Niyə ən cəsarətli üzvü dedik ki, AP-dir? Çünki 1972-ci ildə o hamımızın bildiyi böyük kvars böhranının ən çətin vaxtlarında Royal Oak modelini təqdim edərək nəinki özlərini, bütün İsveç saatçılığını xilas etdilər. Poladı qızıldan daha da baha qiymətə, lüks bir simvola çevirən elə məhz AP-dir. Ona görə də müqəddəs üçlünün ən cəsarətli üzvü elə məhz AP-dir. Sərginin içində deyərdim ki, ayrıca bir özlərinə müzey yaradıblar. Harca 5 dənə belə otaq var. Hər otağın bir mənası, bir məsələsi var da, belə deyərdim. Keçim növbəti otağa. Növbəti otaq gördüyünüz kimi. Yenidən sanki safların içində daxil olurum. Necə keçirik növbəti otağa. AP elə bil digər markalarla biraz prinsipə düşmüşdü. Çünki həqiqətən də yəni nisbətən götürəndə o biri stendlərdən yəni çox belə deyərdim var gücü ilə elə bir iştirak eləyirdi. Maksimum dərəcədə həm öz tarixini burada nümayiş elətdirirdi, həm yeniliklərini nümayiş elətdirirdi. Yəni bir sözlə yəni hər şeydən yəni, burada mənəm deyirdi. Ilə yeni materiallardan olan qum qızılı siferblatlar və korpuslar sərginin ən çox şəkil çəkilən eksponatlarından biri oldu. Brend göstərdi ki, o kənarda qaldığı illərdə əlbəttə ki, boş oturmayıb, daim özünü inkişaf elətdirib. Ümumi olaraq belə deyim, çox belə fərqli bir dizayn fikirləşiblər, bölüblər və bütün detalların maksimum dərəcədə insanları məlumatlandırmağı, gələn qonaqları məlumatlandırmağı hədəfləyiblər deyə belə bir deyərdim. Müzey, yəni bunun başqa bir adı yoxdur. Bildiyimiz müzey quraşdırılır. Hazır çıxdığı AP-dən və burada başqa belə deyərdim bölmələr də var. Onları da istəyirəm sizə göstərim. Burada arxamda gördüyünüz press hissəsi var. Orada hətta yaxından göstərim sizə. Burada isə dediyim kimi press hissəsidir. Hansı ki, burada kataloqlardan tanış ola bilərsiniz, istədiyinizi götürə bilərsiniz. Saatlar haqqında olan bütün yenilikləri buradakı belə deyərdim qəzetlərdən, kataloqlardan götürüb əldə edə bilərsiniz. Buna əlavə olaraq da belə deyək, burada shop hissəsi də var, hansı ki, buradan alış-veriş edə bilirsiniz. Alış-verişdən dediyim saat alış-verişi yox, daha çox saat belə deyim, saat ətrafında olan aksesuarlar ola bilər, geyimlər ola bilər. Bu tip istədiyinizi buradan əldə edə bilirsiniz. Burada demək olar ki, bir çox markalar var, amma bəzi markalar var ki, həmin markaların yanında digər markalar biraz belə deyərdim, o biri markaların biraz işığını söndürür. Məsələ o markalardan biri də hal-hazırda qarşımızdadır. Sizə də göstərim. İndi isə keçəcəyik daha daxilinə, daha dərindən sizə çəkib təqdim edəcəm. Əlbəttə ki, söz gedən marka U-Boat markasıdır. U-Boat markası əsasən belə deyərdim, top ulduzlarla, aktyorlarla işləyir və burada elə bir dizayn, elə bir deyərdim, görüntü yaradıb ki, dediyim kimi digər məsələn markalara baxırsınız, yaxınlaşıb U-Boat-a baxdıqda isə fərqli hiss edirsiniz. Dizaynları isə əlbəttə ki, burada məsələn Nicolas Cage-lə olan və s. aktyorlarla olan kolaborasiya modellərini görə bilərsiniz. Ümumiyyətlə, U-Boat markasının dizaynları elədir ki, belə deyərdim, cəsur dizaynlardır. Hər adamın taxa bilməyəcəyi dizaynlarda saatlar istehsal edirlər. Bu da onları əlbəttə ki, bazarda fərqləndirir və deyərdim ki, işə də yarayır bu strategiyalardan. Bu da U-Boat markasının fərqli strategiyasıdır. Və burada bir dənə çox belə əfsanəvi bir model var. Düzdür, ölçüləri nisbətən digər saat markalarından nisbətdə daha iridir.
Amma məsələn, şərhlərdə qeyd edərsiniz, siz məsələn bu dizaynda bir saat taxardınız. Biliyorsun dizaynı çox qəşəngdir və çox cəsur dizayndır deyərdim mən buna. Həm stendlərin dizaynı olsun, həm də saatların öz dizaynı olsun. Çox fərqlidir və çox deyərdim. Məsələn, elə saat markaları var ki, marketinq önəm vermir. Elələri var ki, məsələn, Ubot kimi çox fərqli marketinq strategiyası var və yararlıdır. Burada isə İtaliya Fantomla görürsünüz. Ubot markasının qurucusu hal-hazırda reportaj verir və bizim komandada İtaliya Fantomlanın məncə tıpatıp deyərdim, oxşarı, insan insana bu qədər mi oxşayar? Deyərdim ki, bu sərgidə yadda qalan markalardan biri elə məhz Ubot olacaq. İndi isə saatçılıq dünyasının əsl kübar tərəfi deyərdim qarşımızdadır. Vacheron Constantin modeli. Onlar 1819-cu ildən bəri dəyişməyən bir şüarı var. Mümkünsə daha yaxşısını et. Bu isə hər zaman mümkündür. Bu sərginin ən zərif və texniki cəhətdən ən balanslı stendi də elə məhz bu stenddir. 1755-ci ildə qurulub. Bu o deməkdir ki, onlar dünya üzərində fəaliyyətini heç vaxt dayandırmayan ən qədim saat brendlərindən biridir. Ən böyük diqqəti isə yeni Overseas Ultra Thin modelinə yönəlib. Bu model cəmi 7,35 mm qalınlığı ilə indiyədək istehsal olunmuş ən nazik Overseas'dir. İçindəki kalibr 25-50 mexanizm isə cəmi 2,4 mm-dir. Bu 7 illik araşdırmanın nəticəsidir. Həmçinin səyahət sevərlər üçün Titan korpusda təqdim olunan Dual Time Cardinal Point seriyası rəngli siferblatlarla stendin ulduzuna çevrildi. Yenə keçən ildə olduğu kimi çox maraqlı markalar və çox maraqlı stendlər görülür burada. İsə gərək irəliyə doğru. Orada gərək və burada isə bizi Cartier qarşılayır. Və gördüyünüz həm deyərdim buradan belə Cartier və ofis hissəsində. Bu səfər deyəsən 2 hissəyə bölüblər. Öz stendlərini keçən bir ədəd idi. İndi isə 2 hissəyə bölüblər. İndi gərək daha yaxından baxaq. Bayaq sözdə danışdıq ki, 2 hissəyə bölüblər bu səfər bu ilk sərgidə. Deyəsən, tam dəqiq bilmirəm, desə səfərin bir tərəfi qadın modellər, bir tərəfi bəylər olan modellər deyə bölüblər. Amma indi isə tam dəqiq deyəcəm. Bu birinci hissə idi, indi lazım keçim ikinci hissəyə, amma saatların dizaynları mən icazə verim ikinci hissəyə keçim. Tankın skeleton modelləri. Belə bir sizə qısa məlumat vermək istəyirəm ki, Santos modeli ilə Cartier ilk bəylər üçün qol saatını icad eləmişdi, ixtira eləmişdi. Bu ixtiranın da əsas səbəblərindən biri o pilot dostuna cib saatı ilə daha çətin olurdu. Ona görə də belə bir ixtira elədi. Və bu ixtiradan sonra da yavaş-yavaş qol saatları bəylər də istifadə eləməyə başladılar. Cartier'in ikinci belə deyərdim stendinə daxil oldum. Bu stend mən sən fikirləşmişəm. Bəylər və qadınlar yox. Bura daha belə deyərdim core modellər olan və belə deyərdim distributor görüşləri olan hissədir. Gördüyünüz kimi Cartier markasının əsas deyərdim modelləri burada nümayiş edilir. Biz də keçən ilin deyərdim ki, ən möhtəşəm də belə deyərdim. Ən möhtəşəm stendi Panerai markasının stendi. Keçənki videoya baxmışsınızsa orada var. Baxmamışsınızsa təkrar qayıdıb baxa bilərsiniz. Aşağıya bir yerə əlavə edəcəm linki. Gördüyünüz kimi Panerai markası. Yenə də, amma məsələn keçən il Real Submarine gətirib qoymuşdular bura. Yəni bildiyimiz belə
submarini yerləşdirmişlər sistemimizə. İndi də belə deyərdim, indi az bir şey eləmişlər. Keçən submarini gətirmişlərsə, bu il bildiyimiz okeanı gətiriblər bura. Keçən ilki kimi bu ildə elə ən belə əfsanə stendlərdən biri Panerai markasının stendidir. Hər stəndə girirsə istəyirəm ki, yox, ən gözəl budur. Sonra başqa bir stend çıxır qabağımıza, deyirəm ki, yox, ən gözəl budur. Stendlər hamısı bir-birindən maraqlı, bir-birindən fərqli olduğuna görə heç cür qərar verə bilmirik ki, ən qəşəng stend hansıdır. Məsələn, keçən il okey, biz beynimizə tutmuşduq ki, ən yaxşısı məsələ Panerai markasının stendidir. Amma məsələn, bu il bayaq məsələn də Bot markasının stendini gördünüz, onda dizaynı çox qəşəng idi. It's amazing. So here the story starts with that İlk page. saatlar. So developing for that. You'll see the product there. Bizim Military Pulse ilk zamanlar normal olaraq bütün saatlar kimi Panerai markası da hərbiçilər üçün istehsal olunurdu. Bir-birindən fərqli modellər qarşılayır. Amma bu model hamısından fərqlənir çünki turbion modeldir. İndi isə çalışacağım ki, daha yaxından göstərim. Gördüyünüz kimi turbion dediyimiz sırf budur. Yer kürəsinin gravitasiya sahəsinə, gravitasiya gücünə belə deyərdim. Yer kürəsinin gravitasiya gücünə qarşı gələn saatların içində olan bir komplektasiyadır. Və zirvə budur. Hələ ki zirvə budur saat dünyasında. Turbinanın o tərəfə təzə bir şey icad eləməyəcəksin. Spring drive. Sonra. Ediper, karşı mekanika. Kaçın mexanika. Who's the new US president now? So what? Is there a new US? Oh yes, yes, yes. Yes. One. İndi isə Zenit markasının stendində şəkil çəkdirməyə vaxtıdır. Yadınızdadırsa bu fotoboksdan keçən il Panerai markasında da var idi. İndi Zenit markasında var, amma tək fərqli odur ki, Zenit markasında belə daha watchmaker geyinib şəkil çəkdirir. İndi isə tədbiri yekunlaşdırıb keçirik otelimizə. Videonun əvvəllərində də dediyimiz kimi otelimiz biraz İsveçrənin kənarında yerləşir, hətta Fransada yerləşir. Fransanın belə deyərdim bir qəsəbəsində yerləşir. Girdik tunelə. Burada ümumiyyətlə mən belə başa düşdüm ki, bu tunel söhbətləri çox məşhurdur. Məsələn, bu hal-hazırda hərəkət etdiyimiz tunel 2 kilometrdir. Yəni 2 kilometr dayanmadan biz tunelin içindən hərəkət edəcəyik. Bir də belə bir dənə maraqlı məlumat vermək istəyirdim sizə. İndi olar gələrsiniz və Sixdən maşın götürməli olarsınız. Burada maşın götürəndə qeyd eləməlisiniz gedəcəyiniz ölkələri. Çünki Avropada bildiyiniz kimi də sərhədlər bir-birinə yaxındır. Maşınla rahatlıqla keçə bilirsiniz, səyahət edə bilirsiniz. Sadəcə istədikləri nədir? İstədikləri odur ki, gedəcəyiniz ölkə. Biz məsəl üçün Fransada qeyd eləmişik orada. Çünki həm qaldığımız otel Fransadadır. Fransaya gedib gələcəyik. Bir də ki, əgər vaxtımız qalsa, Fransanın başqa şəhərlərinə də gedəcəyik, daha mərkəz hissələrinə doğru. Ona görə də qeyd eləməlisiniz mütləq ki, başqa ölkələrə də gedib çıxacaqsınız. Hal-hazırda tuneldə, bu tunelə məsələndə biz girəndə İsveçrədə idik, amma artıq rəsmi olaraq Fransadayıq. Məsələn, belə bir şey olur. Bir dənə tunelə girib ölkəni dəyişə bilərsiniz. Navigatorla gələndə həmişə diqqətli olmaq lazımdır. Çünki məsələn biz kimi bir dənə səhv döngüyə belə yolu pis mənada yox, yaxşı mənada aza bilərsiniz. Hal-hazırda kəndin içindən gedirik, amma yenə də pis olmadı. Qəşəng mənzərəli yerlərlə yolumuza doğru gedirik. Çox vaxtımız getmədi, əlavə 6-7 dəqiqə gecikdirdi bizi. Amma əvəzində bizə verdiyi mənzərə məncə pis dəyərdi.
Bu isə Fransa ilə İsveçrənin arasında olan belə deyək də gömrük yoxlanış məntəqəsidir. Düzdür, heç bir yoxlanış falan olmadı. Sadəcə belə deyim də, işarə qoyublar ki, okey, İsveçrədən çıxırsınız, Fransaya daxil olursunuz. Belə, bu formada. İstəyirsiniz bizlərə qonşularımızın arasında bu formada olsun sərhəd keçidləri. Salam, hər vaxtınız xeyir bir daha. Bildiyiniz kimi biz İsveçrədə yox, gəldik Fransanın belə deyək, balaca bir qəsəbəsində, kəndində qalırıq və qaldığımız otel də buradır. Ibis otel 2 ulduzlu oteldir, amma 2 ulduzlu olmasına baxmayaraq, yəni təmizliyi sən adicə, yəni normalda belə balaca otellərdə biraz səhər yeməyi nisbətən daha zəif olur, amma səhər yeməyinin şəklini əlavə edəcəm. Çox qəşəngdir. Belə bir dənə maraqlı tema var burada. 2 gündən bir, 3 gündən bir zibil qablarını belə qoyurlar çölə, zibil maşınları gəlir, aparır. Və ən maraqlılarından biri də elə tramvay məsələsidir ki, Bakıda adicə neçə vaxtdır bu məsələni həll etmək istəyirlər, amma biraz çətin məsələdir. Burada tramvay var, yaxınlaşırsınız buradan ödəniş edib, rahatlıqla istifadə edə bilirsiniz. Gördüyünüz tramvay. Bura məsələn, dediyim kimi də Fransanın kiçik bir qəsəbəsidir. Məsələn, şey kimi fikirləşin də, Salyan, Sabirabad kimi fikirləşin ki, şəhərə yaxın, amma kiçik bir rayondur. Amma kiçik rayon olmasına baxmayaraq, həm yollar olsun, həm ümumi şərait olsun, yəni çox yaxşı inkişaf elətdiriblər, həm təmizlik olsun. Bir də ki, belə bir dənə xurafat var da. Xurafat dediyimiz elə Paris biraz seçilidir, şəhərin təmizliyi zadı çox da şey deyil. Qənaət bəxş deyildi, belə deyim. Amma bura məsəl üçün çox təmizliyinə fikir verirlər. Bəlkə də şeyə yaxındır deyə, İsveçrəyə yaxındır deyə şey edirlər. Amma məsələn, burada yaşayıb İsveçrədə gəlib işləmək olar. 1 saat məsafədə. Elə bilin ki, Hövsanda yaşayırsınız, Bakıda işləyirsiniz də belə bir şey. Bugün artıq tədbirin 2-ci günündəyik. Videonun əvvəlində dediyimiz kimi biz Fransaya gəlmişdik. Fransada gecələdik. Səhər durduq, normalizatdırıq, bəzdən qayıdırıq sərgiyə. Gördüyünüz kimi Fransa-İsveçrə sərhədini keçirik hal-hazırda. Gördüyünüz kimi. Buradan gedəcək birbaşa yenidən maşını parkovka edib yerləşdirmək. Daha sonra isə sərgiyə. Sərgiyə. Bizim sərhəddə məsələn telefon çıxardıb belə çəksəydik nə olur? Nələr baş verə bilərdi? Maraqlı. Belə qəliz olur biraz sərhəd keçmək, amma yəni belə olur da. Salam, sizi Watson Wonder sərgisinin 2-ci günündən salamlayırıq. İndi isə keçək, dünən sizə çox da aydın çəkə bilməmişdik, çünki bizdə bildiyiniz kimi Frederic Kanstatla görüş var idi. Amma bugün isə sizi daha detallı bir təqdimat gözləyir. Əlbəttə ki, həmişə kimi Watson Wonders'ın deyərdim kralının olduğu hissəyə gəlmişik. The Oyster Story. Gəl baxaq. Bundan əlavə Rolex bu il sualtı dünyasına olan hakimiyyətinə lükslə birləşdirdi. Tamamilə 18 karatlıq sarı qızıldan hazırlanmış yeni Dipsy modelini də təqdim elədi. 3900 metr dərinliyə davamlılığı olan bir model həm mühəndislik möcüzəsi, həm də bir status mövzusu oldu. Bir maraqlı məqam da o idi ki, burada Leonardo DiCaprio'nun Qızıl Globus və Oscar'da taxtığı saatı da Rolex burada nümayiş elətdirirdi bizim üçün. Və budur sərginin ən çox axtarılan saatı. Rolex 1926-cı ildə yaradılan orijinal Oyster korpusunun 100 illik yubileyini qeyd etmək üçün bu möhtəşəm Oyster Perpetual 41 modelini təqdim etdi. Bu sadəcə bir saat deyil, Rolex'in bir əsrlik innovasiya tarixinə verilən ən ali ehtiramdır. Sözcədən 2026-cı ilin ən çox gözlənilən modeli bu modeldir. Afişasında daha net gözlənir. Və indi isə bir Alman mükəmməlliyi olan Alange Zone. Yenə keçən ilki tədbirdə olduğu kimi girişdə bizi nəhəng bir dənə saat qarşılayır. Hansı ki bu saatın bütün detalları, işləmələri saat realda necə görsənirsə, maketində də o formada işlənir. Bu, Alman mühəndisliyinin zirvəsi olan bir markadır. Əgər bir saatın ruhu olduğunu düşünürsünüzsə, elə məhz bu saatlar həmin saatlardır.
Burada gördüyünüz hər bir saat 2 dəfə yığılır. Əvvəl bütün mexanizmlər test edilir, sonra sökülür, təmizlənir və yenidən mükəmməl şəkildə bir araya gətirilir. Burada gördüyünüz saatları bir araya toplamaq və bir arada görmək şansımız demək olar ki, sıfıra bərabərdir. Ona görə də bu görüntülərdən maksimum dərəcədə həzz alırıq. Və indi olmazsa olmazımız taqın stendindəyik. Stendə girəndə adətən elə bilirsən ki, Formula 1 yarışının içindəsən. Və bir dənə maraqlı şey qeyd eləmək istəyirəm ki, bu səfər keçən ilki sərgiyə nisbətən Formula 1 maşınları daha az idi. Keçən il hər stenddə demək olar ki, Formula 1 maşını var idi, amma bu səfər tək-tük stendlərdir. İndi isə saatçılıqda Yapon möcüzəsi sayılan Grand Seiko stendindəyik. Onlar Watches and Wonders 2026-da sübut elədilər ki, dəqiqlik sadəcə rəqəmlərdə deyil, həm də bir sənətdir. Bu il brend təbiətin ruhunun mövzusunu mühəndisliyin ən son həddi ilə birləşdirir. Kimi vizit kartı isə Zaratsu üsulu cilalama idi. Hər bir saatın siferblatı Yaponiyanın dağlarından, meşələrindən və fəsillərindən bir hekayədən danışırdı. İlin ulduzu isə Ushio Diver seriyasıdır. İlk dəfə olaraq lüks dalğıc saatlarında UFA texnologiyası istifadə olunub. Bu isə o deməkdir ki, saatın dəqiqliyi ildə cəmi plus-minus 20 saniyədir. Bu isə mexanik hibrid olan Spring Drive-ın gəldiyi ən son nöqtədir. İndi isə daha bir Yapon əfsanəsinin Watch and Wonders-da iştirakına şahid olursunuz. 2026-cı ildə ilk dəfə Credor Watch and Wonders sərgisində iştirak elədi. Bəli, lüks segmentdə olan Yapon markasıdır və tamamilə əl işçiliyi ilə yaranan markadır və il ərzində digər saat markaları kimi minlərlə, yüzlərlə saat istehsalı etmir. Çünki saatlar birbaşa hamısı əllə işlənilir. Və indi sizə saat tarixinin ən maraqlı gizli bir iş birliyini aparıram. Hamımız yəqin ki, Gerald Gentanı tanıyırıq. Royal Oak'dan və ya Nautilus'un yaradıcısı kimi. Amma çox azdan bilir ki, bu dahi dizayner Yaponiyanın ultra lüks brendi olan Credor üçün də əfsanəvi işlər görüb. Və Oris stendi. Bu sərgidə ən çox danışılan büdcə baxımından bu sərgidəki ən əlçatan, lakin xüsusi olan bir saatı görmək üçün xüsusi olaraq ora baş çəkmək istədik. Məncə Oris'in son dövrlərdə etdiyi şey çox aydındır. Qiymət, keyfiyyət balansını qoruyaraq xarakterli və fərqli saatlar istehsal etmək. Burada həm dizayn, həm də mexaniki cəhətdən həqiqətən də zövqlü modellərlə rastlaşa bilərsiniz. Və nəhayət tədbirin müqəddəs üçlüsündən biri olan Patek Philippe'in stendi çox nəhəng və düz sərginin tam ortasındaydı. Patek Philippe'in Nautilus modelinin 50 illik yubileyidir bu arada və bu səbəbdən xüsusi modellər istehsal eləmişdi və bu modellərdən biri də elə məhz masa saatıdır. Hansı ki, yəni adi bir saat kolleksionerini əlbəttə ki, bu masa saatını ala bilməz. Yəni bunun üçün sırf bu segmentdə olan bir saat kolleksioneri isə bəlkə almağı düşünə bilərsiniz. Amma məsəl üçün belə bir dənə məsələ var ki, 8 günlük güc rezervi olan mexaniki stolunuzda saat istərdinizmi? Əsas sual budur. Ondan əlavə olaraq da Nautilus modelini platinum materialından istehsal eləmişdilər və bu da 50 illik yubileyə özəl model idi. Əlavə heç bir komplektasiya əlavə olunmamışdı. Öz standart əsasən ölçüləri bura bir dənə fikrinizi çəkmək istəyirəm. Əsas ölçüləri heç bir dəyişikliyi olmayıb. Hətta belə deyərdim, saniyə əqrəbi belə istifadə eləmədən bu formada 50 illiyə özəl bir model istehsal ediblər. Bir sərginin daha sonuna gəlib çatdıq. Sizə bacardığımız qədər buradakı saat stendlərini, saatlar haqqında yenilikləri məlumat verdik. Yenə də əlbəttə ki, sizin fikirləriniz bizim üçün önəmlidir. Əgər hansısa bir mövzu qaranlıq qalıbsa, onu da qeyd edə bilərsiniz. Biz o həmin kadrları da əlavə edə bilərik bura. Bir də sonda Watch and Wonders haqqında bir şey demək istəyirəm. Burada 65 ədəd ən lüks markalar iştirak edirdi. Hansı ki, bu sərginin belə deyərdim, rəqibi olan bir sərgi yoxdur. Biz o biri sərgilərdə də iştirak edirik, Inargenta və sair sərgilərdə də. Amma bu sərginin o biri sərgilərdən fərqləndirən əsas cəhəti o idi ki, burada yalnız seçilmiş markalar idi. Hər markanın belə deyərdim, girişinə icazə yox idi. Ən belə fərqli və ən gözəl stend fikrimizdə AP-nin stendi idi. Çünki adamlar burada bir müze yaratmışlar və səhv eləmirəmsə əvvəllər iştirak edib AP Watch and Wonders sərgisində
Amma uzun müddətdir ki, iştirak eləmirdi. Amma hal-hazırda uzun müddətdən sonra geri dönüş eləmişdi və məncə geri dönüşü əfsanə idi. Fikirlərinizi, şərhlərinizi gözləyirik. İzləmədə qalın. İndi isə gedək biraz İsveçrəni gəzək.